Verilişin baş sponsoru VitaProst. Kişi sağlamlığı vacib olduqda. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. CBC Sporta baxırsınız. Ay Həkim efirdədir. Studiyada Doktor Tutu Zeynalovadır. Həftədə 5 gün saat 13:30-da CBC Sportda bizim verilişimizi izləyin ki, sağlamlığınız mövzusunda maksimum maarifli olasınız və xəstəlikdə heç ki peşindən sığortalanmayıb, xəstələnməyək təbii ki. Tək ki, verilişləri yalnız xəstəliklərin profilaktikası üçün aparaq, amma yenə də xəstəliklər mövcuddur və sadəcə hansı xəstəlik zamanı, hansı mövzularda gözü açıq olmalıyıq əhali olaraq, bunu ən azından daha yaxşı bilməyimiz üçün tövsiyə edirəm ki, bizim verilişimizi hər gün izləyəsiniz. Çünki bir-birindən maraqlı qonaqlar, bir-birindən maraqlı mövzuları məhz sizin üçün hazırlayırıq. Elə bu mövzulardan biri də bilirsiniz ki, ayda 1-2 dəfə Respublika Təxirə Salınmaz Təcili Tibbi Yardım Stansiyasının həkimləri bizim verilişimizin qonağı olur ki, o təcili situasiyalarda çox vaxt özümüzü itiririk, bilmirik nə edək, necə edək ki, xəstəyə kömək edək. Bəzən həkimin işinə də mane oluruq istəməyərək. Və bu mövzuda bugünkü qonağımız Nərimanov rayonu Təxirə Salınmaz Təcili Tibbi Yardım Stansiyasının həkimi Doktor Xuraman Abbasova studiyamızın qonağıdır. Xoş gəlmisiniz. Çox şadam sizi görməyimə və fürsətdən istifadə edib Nəzrin xanıma da təşəkkürümü bildirirəm ki, dərhal bizim sorğumuza cavab verir və dəyərli həkimləri bizim verilişimizə qonaq etməyimizə kömək edir. Biz bugün əslində danışacağıq insultdan, bir çoxlarımızın qorxduğu və təəssüf ki, xəstələri ən çox itirdiyimiz xəstəliklər siyahısında olan insult xəstəliyindən və burada bu xəstələri itirməyimizin ən çox səbəbi ondan ibarət olur ki, vaxtında həkim çağırmırıq, vaxtında situasiyanı dəyərləndirə bilmirik və təcili yardım da gələnə kimi artıq iş işdən keçmiş olur. Çünki xəstə yaxınları anlamır ki, insan insult keçirir. Gəlin elə bundan başlayaq ki, kəskin beyin qan dövranı pozulmalarında həkimə qədər, ümumiyyətlə təcili yardıma qədər və təcili yardımın həkimə qədər, yəni təcili yardım da həkimdir də, xəstəxanaya qədər nələr edə bilər? İlk öncə onu deyim ki, kəskin beyin qan dövranı pozulması damarların laxta ilə, yəni trombla tutulması və damar mənfəzinin dağılması ilə, qansızma ilə nəticələnən və nəticə etibarilə beyin qan dövranı pozulması və ona bağlı nevroloji defisitin yaranması ilə bağlı olan situasiyaya deyilir. Yəni, ona görə də bölünür. İnsultlar iki cür olur. Əsas işemik insult və hemorragik insult. Rast gəlmə tezliyinə görə daha çox 80-85% işemik insultlara və yerdə qalan 15% isə hemorragik insultlara rastlanır. Bəli, doğru dediniz. Bəzən elə hallar olur ki, bu deyək daha çox işemik insultlar vəziyyətində insan özü və yaxud da ətrafındakılar başa düşmürlər nədir situasiya. Burada əsas deməli alqoritm, daha doğrusu qayda, FAST qaydası, face, üzdə olan asimetriya, arm, qollarda və yaxud da ətraflarda olan zəiflik, bu ya bir tərəfdə sağ və yaxud da sol yarım tərəfdə, bir qolda və yaxud da bir aşağı ətrafda ola bilər. Nitqin pozulması və yaxud da nitqin bu və ya digər dərəcədə pozulması ilə səciyyələnir. Bunu xəstə özü bəzən sadəcə bir keçib gedən bir durum kimi dəyərləndirə bilir. Yəni, hansısa qolum zəiflədi, keçib gedər, yeriyə bilmədim, keçib gedər, üzündəki asimetriyanı hiss eləməyə bilər və ətrafdakı insanlar tərəfindən bu tez sezilə bilər. Buna görə xəstənin tez qospitalizasiya olunması, ilk bu əlamətləri biləndən sonra qospitalizasiya olunması şərtdir. Son 20-30 ildə o qədər tibb inkişaf edib ki, bu sahə üzrə bildiyimiz kimi bu insultlar, istər işemik, istər hemorragik insultlar
nəticə etibarilə nevroloji defisitin yaranması və əlilliyə aparan ilk xəstəliklər qrupundandır. Səhiyyənin, tibbin də əsas məqsədi bu defisitin minimuma endirilməsidir. Yəni vaxtında aşkar olunan, vaxtında deməli diaqnoza qoyulan və vaxtında müdaxilə olan vəziyyətlərdən bu defisitin, bu əlilliyə aparan daha doğrusu yolu azaltmaq mümkündür. Yəni bu sahə üzrə də son dediyim kimi 20-30 ildə çox təbabət bu sahədə çox irəli gedibdir. Dediyim kimi, əgər xəstə və yaxud da insan özünün bir yarım ətrafında zəiflik hiss eləyirsə, üzündə bir... Doktor, bu anidənmi başlayır? Bəli, bu çox qəflətli baş verir, onu da deyim. Çünki tromb, necə ki bizdə infarkt anlayışında, infarkt damar ürəyə gedən damar tutur. Eynən beyin damarı və ona da uyğun nevroloji defisit yaranır. Hansı mərkəzə gedən damar tutulubsa? Hansı payı damar mənfəzi tutulubsa, həmin paya uyğun da nevroloji defisit yaranır. Və o nevroloji defisit sadaladığımız 3 əsas istiqamət, deməli, üzün əyilməsi, asimetriyası, ətraflarda keymə və yaxud da zəifləmə, yerişin pozulması və nitqin dəyişməsi. Kəkələmə ola bilər, hansısa bir ifadəni, cümləni sona qədər fikrini ifadə etməmək kimi ola bilər və s. Və dördüncü fəst dediyimiz time, bu nevrologiyada belə bir zaman beyindir bir şüarı var. Yəni nə qədər tez aşkarlansa və aşkarlanan andan 3 saat yarım, 4 saat yarıma qədər diaqnoz, yəni bunu hospitalizasiyası aiddir bunun və s. diaqnoz qoyulur, müdaxilə olunarsa o saat müddətində nevroloji defisit aradan götürülməsi daha da müsbət nəticə verilər. Defisit az qalar və yaxud da heç qalmaz. Yəni insult başlayan andan... Bəli. 4 saat yarım müddətində müdaxilə olunmalıdır. Müdaxilə olunmalıdır. Artıq xəstəxanaya çatmalıdır. Xəstəxanaya çatdırılması, onun müayinəsi və dəyərləndirilməsi, bütün laborator klinik müayinələr və s. və bundan sonra artıq müdaxilə bu saatlarda onun defisitinin minimuma endirmək deməkdir. Son illərdə sizə müraciətlər sırasında artıbmı insultla müraciətlər və yaş həddi nədir? Bəli, demək olar ki, yaş həddi 45 yaşın üstündədir. Lakin daha gənc yaşlarında da rast gələ bilirik. Bilirik ki, biz necə ki, başqa aterosklerotik xəstəliklə, ürək-damar xəstəliklərində, eləcə də nevroloji problemlərdə, kəskin beyin qan dövranı pozulmalarında risk faktorları var. Onların içərisində arterial hipertenziyadır, ürəyin ritm pozulmalı xəstəlikləridir, bəli, aritmiyalarıdır, xüsusən səyirci aritmiyası olan insanlardır. Xolesterin fraksiyalarının yüksəkliyidir, aşırı siqaret və spirtli içkilərin qəbuludur, narkomaniyadır, piylənmə, şəkərli diabet, oturaq həyat tərzi, az hipodinamiya, az hərəkətlilik, bunlar risk faktorları içərisindədir bu xəstələr, yəni bu insanlar və irsi faktor. İrsi faktor bəzən sadaladığımız risk faktorları olmasa, risk faktorları, yəni bu az nadir hallarda rast gəlinir. Lakin damar daxili laxtalanma belə bir cavan insanlarda da rast gəlinə bilir. Az olsa da rast gələ bilirik 45 yaşından tez, amma genəldə 45 yaşın üstündə. Məsəl üçün, deyirlər ki, falan kəs cavan uşaq idi, beyninə qansızdı, vəfat elədi. Bu da insultdurmu? Onun səbəbləri çoxdur, amma daha çox orada anadan gəlmə anevrizmalar və malformasiyalar durur birinci yerdə. Ondan sonra digər faktorlar, məsələn, narkotikdən istifadə, aşırı istifadə, siqaret çəkmə, alkoqoldan istifadə bunlar hamısı və stres. Tətikləyici faktorlardır, yəqin ki. Bəli. Stres də ki, indi bu stres, bəli, stres bütün həyatımızın ayrılmaz parçasına çevrilir. Çünki beyin özü struktur olaraq bir təsəvvür eləyək bir ansamblı dirijor funksiyasını yerinə yetirir. Bir dirijor əl hərəkətinin hər hansı bir istiqamətini düzgün
idarə etməsə, ansamblin üzvlərindən biri artıq düzgün ifa eləməyəcək. Bir xaos yaranacaq, simfoniyada səhv eşidiləcək, həmən şey. Yəni bizim beynimiz bədən kütləmizin deməli 2%-ni təşkil etsə də, amma çox böyük həm oksigenə böyük tələbatı var, qana böyük tələbatı var və biz ona normal yuxu tutaq ki, rejimi olmayan insanlar, aşırı yuxusuz qalan insanlar, bu da bir stres faktorudur. Onda gecə növbəsində çalışanlar risk qrupundadır. Təcili tibbi yardım həkimləri risk qrupundadır belə çıxır. Və yeri gəlmiş ki, bir əlavəni də mən edim ki, beyin 2% təşkil etsə də enerjimizin 25%-ni istifadə edir gündəlik. Bəli. Yəni bu da əgər maraqlıdır. Məsələn, onun qidalandığı nədir? Oksigenlə bərabər yuxudur. Yuxu rejimi düzgün olmayan insanlar, biz məsələn gedirik gecə çağırışlarında insanların, gedirik daha çox uşaqları gecə oyaq görəndə mən çox təəccüblənirəm. Çox irad bildirdiyim hallardandır. Yəni gənc yaşlarında. Çünki bilirsiniz, bütün xəstəliklərin hər şeyin profilaktikası gənc yaşlardan başlamalıdır. Bəzən dözə bilmirəm, irad da bildirirəm ki, bu uşaqlar niyə yatmır gecə saat 3-də? Tutaq ki, böyüklərinə biz çağırışa gediriksə. Bu uşaqlar gec yatır, belə bir, necə deyim, keçici özlərini belə bildirirlər ki, uşaqlar belə saatda yatır bizdə, amma doğru deyil. Beyinə lazım olan yuxu verilməlidir. Melatonin saatlarında insan beyni 6 saat dincəlməlidir. İndi gecə işləyən, növbədə işləyən insanlar artıq beyni ona uyğunlaşıb deyim, formalaşıb deyim, adaptasyonu və onun sonra reabilitasiyasını keçirik səhəri günü. Amma insanlar bunu dərk eləməlidir ki, beyinə yetərli qədər qida, yetərli qədər oksigen və qan təchizatı, istirahəti lazımdır. Bir də siz dediniz ki, mən uşaqlara irad bildirirəm gecə oyaq görəndə. Mən təəssüf ki, irad bildirə bilmirəm, amma mənim belə ürəyim ağrıyır gecə saat 11-də, 10-da restoranların belə dolu olduğunu görəndə ki, o saatlarda hələ yeni sifarişlər gəlir. İndi soruşa bilərsiniz ki, sənin nə işin var gecə 11-də restoranda ki, onları görürsən. Bəzən yürüyüş etdikdən sonra giririk harasa bir bitki çayı içməyə və s. və görürəm ki, hələ o saatda hələ yemək sifariş edirlər. Saat 10-11-dir gecə və başa düşürəm ki, yəni bir çox suallarımı niyə belə olur, niyə filan xəstəlik gəncləşib, niyə bu qədər piylənmədən əziyyət çəkənlər var sualının cavabını əslində tapıram orada və doğrudan da xüsusilə pandemiyadan sonra uşaqlarda, yeniyetmələrdə, gənclərdə artan artıq çəki bugün, sabah sizin insult çağırışlarınızda əslində, elə deyilmi? Çünki nevroloji xəstəliklərdə, yəni siz ixtisasca nevroloqsuz, ona görə sizə verirəm bu sualları. Bu faktorlar çox önəmlidir. Çünki bunlar hamısı xronik iltihaba gətirib çıxarır ki, xronik iltihab da qeyd etdiyiniz problemlərin altında yatan səbəbdir. Mən istərdim ki, bu mövzuya da toxunasınız ki, necə olur ki, birdən-birə olmur yəqin ki, bu insult. Bu yaşam boyu özümüzə etdiyimiz, verdiyimiz zərərdir. Bax, istəyirəm ki, buradan danışasınız ki, o insult olmaq üçün əslində nə qədər, neçə il vaxtımız var, olmaya bilərik. Bayaq mən sadaladım risk faktorlarını. Birinci sırada biz arterial hipertenziya, şəkərli xəstələri nəzarətsizdir çox. Bəli, 50% insanlar arterial hipertenziya artıq məruz qalmış deyək, artıq xəstəliyini dərk etmiş insanlar, 50% gündəlik profilaktikasını aparır. Bu bizim özümüzün, mənim şəxsən bir statistik özümə görə deyirəm, müşahidə elədiyim təcrübədən deyirəm. 50% dərmanlarını içir, stabil şəkərini, təzyiqini, qidasını, gəzintisini, istirahətini və s. qoruyur. O bilir ki, bunun fəsadı necə olacaq. 50% insanlar bunu dərk edərək bu şeylərə riayət eləmirlər. Yəni necə? Təzyiqim qalxandan qalxana dərmanımı içirəm. Mən insulin qəbul eləmək istəmirəm. Yəni qəbul eləmirəm. Və ya mənim təzyiqim var, xəbər yoxdur. Bəli. Bu təzyiqim qalxanda təcili yardımı çağırıram, gəlir yardım göstərir, bu kifayət eləyir. Mən sadəcə hirslənmişdim və yaxud da əsəbləşmişdim ona görə və s. Ancaq
özünü necə deyim, xəstəliyini dərk edir. Artıq mən həmişə belə Qəbullanmırlar. xəstələrə, şəkərli xəstələrə, arterial təzyiqli insanlara deyirəm, siz bunlara xəstəlik kimi baxmayın, artıq həyat tərzi kimi baxın. Çünki artıq siz bu dərmanı necə gündəlik 3 dəfə qidalanırsınız, yatırsınız, bu eynən də bu sizin gündəlik tərzinizdir. Yəni şəkərinizi də tənzimləmək, dərmanınızı vaxtında içmək, yəni bunun profilaktikası bundan ibarətdir. Bəzən xəstələri yenə gedirik, biz bayaq danışdım, mən ümumi danışdım insultlardan. Bəzən xəstə deyir ki, mən mikroinsult keçirmişəm. Belə bir terminologiya sadəcə pasiyentlər arasında var. Bizdə belə bir lakunar tranzitor işemik ataka deyilən bir vəziyyət də var. Bu da kəskin beyin qan dövranı pozulmasıdır. Sadəcə bu vəziyyətdə, yəni sadaladığımız o defitsit, ümumi və ocaqlı simptomatika 24 saat ərzində keçib gedir. Ona görə biz ona tranzitor işemik ataka deyirik. Yəni, tutaq ki, bir tərəfində zəifləmə oldu, bir dilində bir keçici bir nitq pozulması oldu, keçdi, getdi, bunu ötəri sayır, hesab edir ki, bu gəldi, keçdisə, daha vəssalam, keçdi, qutardı məndən, daha olmayacaq. Amma bu bir siqnaldır, bu bir işarədir ki, yenidən təkrarlana bilər və bu artıq 24 saat ərzində keçmir və qalıcı olaraq və ağırlaşmış olaraq yenidən qayıda bilər. Bunu anlatmağa çalışırıq. Sonra aritmiyası olan insanlar, yenə də risk faktorlarına qayıdırıq. Aritmiyası olan insanlar dərmanlarını qəbul eləmirlər, yəni vaxt aşırı. Məsələn, kardioloqlar onlara məsləhət görürlər ildə bir dəfə, 2 dəfə kardioloq müayinəsindən keçmək. Lakin bunu yenə də dərman qutarmışdı, vaxtım olmadı getməyə, almağa, müxtəlif bəhanələr gətirirlər və bu da. Yəni, profilaktika başlayır həmin o risk faktorlardan. Deyək ki, hipodinamiyası var, piylənməsi var, qidalanmasına bir nəzarət yoxdur. Yenə də bu ehtimal, yüksək ehtimalla ki, insult keçirəcək. Eləcə də ata, anada, yaxın qohumlarda, yəni insult riski varsa, insan bəzən deyir ki, mən qorxuram, anamda bu keçiribdir, bəlkə mən də keçirərəm. Mən tez-tez yoxlanmağa gedirəm. Belə insanlar da var. Yəni, fobiyası olan. Bundan bəli, idiopatik fobiya deyirik biz, idiopatik nevrozlarda olur. Yəni, sadaladığım şeylər, sonra cavanlar çox qidalanmasında, həyat tərzində, bayaq sadaladığımız kimi gecə gündüzün yerinin dəyişməyi, balaca körpə uşaqlar kimi gündüz yatmaq, gecə isə aşırı açıq, bəli, necə deyim, həyat tərzi keçirmək. Yəni, bunlar hamısı olan faktorlardır. Bunları öncədən, biz ən ucuz da müalicə nədir? Profilaktikadır. Yəni, biz də bunu həmişə bunun maarifləndirməsini aparırıq ki, etməyin, eyləməyin, bu cür yanaşmayın səhhətinizə. Mütləq diqqət eləyin ki, aşırı bu səviyyəyə gəlib çatmasın. Mən bir dəfə bir xəstəyə getdim, tənha yaşayırdı, yüksək təzyiqi var idi. Dedim, dərmanlarını niyə qəbul eləmirsən? Dedi ki, bezmişəm, artıq yorulmuşam dərman içməkdən. Mən dedim ki, sən bunun bezmisən, dərman içmək, sənin heç kəsin yoxdur, tək yaşayırsan, tənhasan. Bəs yaxşı, sən bunu içməsən, sən insult keçirsən, sən infarkt keçirsən, sənə kim baxacaq? Bir dayandı, bir doğrudan da bir, necə deyim, düşüncələrə daldı və fikirləşdi ki, mən deyəsən bundan sonra içməli olacağam. Düz deyirsiniz, mənim baxanım yoxdur, mənim ərzağımı alan yoxdur, gedib gələnim yoxdur. Yəni, məcburam, düz deyirsiniz. Yəni, bəzən yanaşma fərdidir. Düzdür, razıyam sizlə. Əslində, tənhalıq özü də ömrü qısaldan faktorlardan biridir. Hətta Yaponiyada tənhalıq nazirliyi var. Başqa ölkədə də var, yadıma sala bilmirəm hardadır. Yəni, elmi çalışmalar da göstərir ki, tənhalıq da doğrudan Çünki depressiya özü bir stres. Neuroinflammation'ın altında dayanan səbəblərdən biri də məhz o tənhalıqdır. Biz amma tənha deyilik, bizim sponsorlarımız var, reklamlara baxacaq indi. Və verilişimizin baş sponsoru Ştada şirkətidir, dostlar. Xroniki prostatit və sidik ifrası pozğunluqları 40 yaşdan sonra kişilərdə tez-tez rast gəlinən problemlərdir. Vitaprost prostat vəzinə məqsəd yönlü təsir göstərən bir preparatdır. O iltihabı azaldır, qan dövranını yaxşılaşdırır və xəstəliyin simptomlarını aradan qaldırır.
qaldırır. Vitaprostun müntəzəm qəbulu prostatın fəaliyyətini bərpa etməyə və həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edir. Vitaprost kişi sağlamlığı vacib olduqda köməyə çatan preparatdır. İstifadə etmədən öncə həkiminizlə məsləhətləşin. Təşəkkürlər baş sponsorumuz Ştada şirkətinə. Digər sponsorumuz Böyük Britaniya təhsilli idman həkimi doktor Fərid Səlimovdur. Fərid Səlimov müasir fizioterapevtik yanaşma ilə xidmətinizdədir. Diz, onurğa, çiyin, əzələ ağrılarından artıq daha tez və müalicəvi idmanla canınızı qurtara bilərsiniz. 055 318 83 94 nömrəsinə zəng edib Fərid doktorun qəbuluna yazıla bilərsiniz. Elə idman haqqında da birazdan həkimimizlə danışacağım. Biz isə reklamlara baxırıq. Daha sonra doktor Xuraman Abbasova ilə maraqlı söhbətimiz davam edəcək. Verilişin baş sponsoru Vitaprost. Kişi sağlamlığı vacib olduqda.